Onsuz da Turan Tovuza rahatlıq verən odur ki, onu arxadan gələnlər ciddi şəkildə təzyiq altında saxlaya bilmirlər. İlk növbədə Sabaha aiddir, aydın məsələdir bu. Neftçinin Amma bir problem də var ki, Araz Naxçıvana özü də çata bilmir. Yenə də dördüncü pillə məncə onlara Avrokuboklara vəsiqə verə bilər, yəni o ümid də qalır onlarda. 100% zəmanət yoxdur. Sözsüz buna güvənib dördüncü pillədə yerini qorumaq üçün oynamaq doğru olmaz. Amma digər bir məsələ var, indi artıq biz Turan Tovuz azarkeşlər arasında çox ciddi iradları, narazılıqları görürük. Gələcək mövsüm üçün başqa bir komandanın qurulmasının istəyənlər var, başqa baş məşqçinin işləməsini istəyənlər var. Mənə elə gəlir ki, mövsümü dördüncü pillədə bitirsə Turan Tovuz, Avrokuboklara vəsiqə qazanmasa, bəli, bu hədəfinə çatmamış komanda olacaq. Amma bu mütləq şəkildə hansısa radikal dəyişikliklərin olmasına əsas deyil, mənə elə gəlir. Və ümumən mövsümü qənaətbəxş adlandırmaq olacaq o zaman, dördüncü yerdə bitirsə. Çünki biz gəl mövsüm öncəsi olan vəziyyəti xatırlayaq. Qurban Berdiyevin gəlişi ilə başa düşürük ki, başqa bir iddiada olacaq komanda. Amma heyətdə o dəyişiklik olmadı və hətta mövsümün əvvəlində uğurlu çıxışlar bir sürpriz kimi qiymətləndirildi. Amma buna rəğmən yenə də nəyə görə razı deyiləm? Məsələn, Sumqayıt keçən mövsüm Sabahın və Neftçinin pis formada olmağından yararlana bildi. Avrokuboklara getdi. Bax, Turan Tovuz bu mövsümün ortasında Neftçinin belə problemli olması, Sabahın belə problemli olmasına yararlana bilməyəcək. Nəticədə biz belə danışacağıq. Doğrudur, yəni. Amma məncə Turan Tovuz üçün, müasir Turan Tovuz üçün, indiki Turan Tovuz üçün Premyer Liqada unutmayaq. Yox, razıyam, 100%. Bu çox yaxşı nəticədir. Amma hədəflər birdən-birə artdığı üçün, büdcə də birdən-birə artdığı üçün biz indi deyə bilmərik ki, Turan Tovuz 2 mövsüm əvvəl debutant idi məsələn. Biz indi başqa cür yanaşırıq, tamamilə fərqli bir prizmada. Ona görə mən düşünürəm ki, yenə də suallar çox olacaq, yəni tənqidlər çox olacaq. Amma Qurban Berdiyev özü də boyundan deyil, daha öncəki oyunlardan sonra mətbuat konfransı bildirdi ki, yəni Avrokuboklara getməsə belə yenə də mən qalacağam. Yəni, uzun müddətli bir layihə olmalıdır. İstənilən halda Qurban Berdiyev kimi bir mütəxəssisi dəvət edirsənsə, yəni sən uzun müddətli bir plan qurmalısın. Digər tərəfdən Qurban Berdiyevin öz karyerası ilə bağlı müəyyən məqamlar var ki, Rubindən sonra heç bir komandada uzun müddət çalışmayıb və bir çox hallarda ayrılıqlar çox gözlənilməz olub. Komandalar çox gözlənilməz anda tərk edib, hansı problemlərdən dolayı və s. fərqli səbəblər olub. Yəni bu problem var, yəni belə bir məqam var Qurban Berdiyev ilə bağlı, amma əlbəttə onu dəvət etirirsənsə, üstəlik biz xatırlayırıq Ertan Quliyev o zaman verdiyi açıqlamalarda bildirirdi ki, Qurban Berdiyev həm də bizdə akademiyadakı işlərə və s. diqqət yetirir, orada da müəyyən məsləhətlər verir. Yəni Qurban Berdiyev təkcə A komandanın baş məşqçisi deyil, Qurban Berdiyev başqa bir nüfuzda olan bir şəxs kimi Tovuza gəlib ki, başqa cürdə ola bilməzdi. Yəni, belə bir mütəxəssisin Tovuza gəlməsi başqa vəzifədə, başqa rolda ola da bilməzdi. Ona görə bütün bunları nəzərə almaq lazımdır, səbirlə yanaşmaq lazımdır. Mən yəni, azarkeşlərə bu mənada səslənirəm, mənə gəl səbirlə yanaşmalıdırlar. Onsuz da bu yol, Turan Tovuzun cızmaq istədiyi, getmək istədiyi yol, mənə elə gəlir ki, zaman məsələsidir. Bugün yox, sabah yox, biri gün hansısa bir uğura gətirib çıxaracaq.